Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəli dəyərli dostlarım, mən bu günə qədər deyirdim ki, Gəncə şəhərindən ucuz maşınlar bizdə. Bu gün isə təsdiq elədim və bəzi dostlarımızın salonda gördüm ki, əlbəttə bizi kimi onlar da ucuz qiymətə maşın gətirir. Mən də fəxr edirəm elə dostlarımızla. Məsələn, bu günlərim 10 qazanma 5 qazan, müştərin də çox olsun, hər gün satışın çox olsun. Sonra ağlama ki, çıxardıram bazarda maşın satılmır və yaxud qoyuram salonda maşın satılır. Qardaş, normal qiymət olanda normal maşınlar təbii ki, hər zaman satılır. Və bu günlərim təəssüflər olsun ki, belə bir adətimiz var ki, söhbət hansısa mağazin yeri olanda bölümdən gəlir naxadı görür ki, məsələn, mağazin açmışam, vəziyyətim yaxşıdır, özünün bölümündə bir dənə mağazin tikməlidir ki, bu da məndən barabar olmalı. Buna rəqabət demirəm, buna paxıllıq deyirəm və insan içindəkinin hamısını qüruzə verir. Və yaxud da nəsə eləməyəndə gəlib bölümdə birini bu yaratmalıdır ki, bu da saat satsın. Soruşursan ki, niyə eləyirsən? Deyir, Allah da hərənin öz ruzisini verir. Sən quzu kəsim. Allah da hərənin öz ruzisini verir. Amma sən gəlib onun bölündə tikəndə ona problem yaratsan və onun ruzisinə göz tikirsən. Onda da sənin gözünü çıxır, qalırsan tək göz. Deyirsən Allah da məbucəsən. Niyə verdi? Bax, sənin o səbatlığın adımlarına və sənin o ilgənc qəlbinə görə verir. Məsələn, burada bir dənə qardaş, dəmirçi var, bölündə bir dəmirçi olmalıdır. Deyir qardaş, hərənin öz ruzisidir. Niyə öz ruzisidir? Buradan içəri girəndə deyirlər, dəmirçi hardadır? Demir ki, filan kəs hardadır? Dəmirçini də yönləndirsən, ya sağa, ya sola. Biri var, bəs eləyir. Sən də get başqa yerdən işini gör. Nə məcburda özünü gəlib bunun bölünə döndürsən? Nəysə, bu boyda söhbətdən sonra çox başınızı ağrıtmayayım. Sizlərə 99-cu ilin 18 nömrə üstündə hədiyyə. Bilirsiniz də indi bunun yəqin bilir için qiyməti nədir? Onunla da tembol deyirlər, Gəncə formunda dayanıbdır. Nömrənin qiyməti bəs eləyir. 5800 manat, 1.8 avtomat kanopka. Nağdi qiyməti 5800 manat ver gələk başlayın. May ayının 14-ü çəkib paylaşıram. May ayının 20-sinə qədər vaxtı var. Gözəl qardaşım. 20-si maya qədər gəlib apara bilərsiniz. Sarıqa nömrə profildə var. Maşınımızı gözəl qardaşım. Ətrafını çək. Özün sən təqdim elə. Nəyi var, nəyi? 99-cu ildir deməli dostlar, 99-cu il 1.8 motor, avtomat qarabqa. Maşının kuzası dostlar, zavoddur. Motor qarabqa əladır, ot sürü maşındır, heç bir problemi yoxdur bu gün şu günə. Bəli. Ünvanımız isə Gəncə şəhəri, Yarmarkanın yanı. Dəyərli dostlarım, öpürəm hər birinizi. Allah sizləri var eləsin, gözəl qəlbli insanlar. Və burada bir canlaşdığımız vaxtı və yaxud da çəkiliş vaxtı orada rəylərdə yazanlar var, canlı yayında yazanlar var. Sən onu bil ki, nə deyirsənsə, sən hər biri qarşılıqlıdır və artıramasını uzatır. Gəl keçmək olur, keçmək. Hər bir artıramasınca paxıllığımızı çox çəksəniz də yenidən maşınlar yerində və hər zaman olduğu kimi bir nömrəli salon və mən Eldəniz qardaşınız hər zaman qulluğunuzdayam. Kim də nə yazır, hərə özünə yazır. Hörməti olan hörmətli yazır, hörmətsiz olan hörmətsiz yazacaqdır. Öpürəm sizləri, yolunuzu gözləyirəm. Ünvan Gəncə şəhəri. Var olun, çox sağ olun, dəstəyiniz üçün.